Salam əziz abituriyentlər, salam əziz qəbul imtahanına hazırlaşan şagirdlər və irəlidə yüksək bal toplamaq hədəfində olan şagirdlər. Bugün sizinlə birlikdə sizin fizika müəlliminiz Elvi müəllim sizin üçün sınaq 2-ni paylaşacaq. Bu sınavda da Fizika 2025 test toplusundan müxtəlif çətin tipli və qəbula gələ biləcək keyfiyyətli sualların izahlarına baxacağam. Deməli, vaxt itirmədən sual 1 ilə başlayaq. S.1 işıq mənbəyi toplayıcı linzanın 2 qat fokus məsafəsində yerləşir. 2 qat fokus məsafəsi buradadır. Deməli, linza ilə G müstəvi güzgü arasındakı məsafə L olarsa, buradakı məsafəyə bir L deyiblər. Nöqtəvi İşıq mənbəyinin müstəvi güzgüdə alınan xəyalı güzgüdən hansı məsafədə yerləşər? Birinci növbədə nöqtəvi işıq mənbəyinin bu linzadan keçdikdən sonra xəyalı harda alınır onu tapaq. Deməli biz toplayıcı linza üçün 1 böl A üstəgəl 1 böl B bərabərdir 1 böl F düsturunu yazırıq. A deməli bu mənbədən linzaya qədər olan məsafədir. Bura 2F verib. 2F üstəgəl 1 bölünsün B. B-ni bilmirəm. Yəni xəyal linzadan sonra harda alınır onu bilmirəm. 1 bölünsün 2F. 1 bölünsün F daha doğrusu. 1 bölünsün 2F-i mən sağ tərəfə atsam, yəni 1 böl F çıxılsın 1 böl 2F yazsam, ortaq məxrəc 2-dir burada. Bura 2 atsam, 2 çıxıb 1 eləyəcək. 1 bölünsün 2F olacaq. Yəni B üçün mən nə alacağım? Tərsinə çevirsəm qiymətləri 1 böl B-də axı. Alacağım 2F. Deməli, bu mənbənin linzadan keçdikdən sonra xəyalı 2F-də alınır. Baxın, tam bu nöqtədə alınır. İndi uşaqlar, bu aldığım bu xəyal, bu güzgüdən nə qədər məsafədədir? Baxın, bu qədər məsafədədir, düzdürmü? Yəni total məsafəyə burada L deyiblər, bütün məsafəyə L deyiblər. Mən buradakı məsafənin 2F olduğunu, yəni xəyalın 2F-də alındığını görmüşəm. Deməli, bu arada qalan məsafə olacaq L çıxılsın 2F. Adi həndəsə sualıdır. Yəni buradakı xəyal güzgüdən L çıxılsın 2F məsafədədirsə, yəni buradakı məsafə L çıxılsın 2F-dirsə, onda uşaqlar buradakı bizim xəyalın güzgüdən sonra alındığı xəyalı elə eyni qədər məsafədə olacaq. Müstəvi güzgünün qaydasına görə. Yəni L çıx 2F məsafəsində olacaq buradakı xəyal. Yəni cavab olacaq L çıxılsın 2F. Bu bildiyimiz sadə bir qanundur. Deməli uşaqlar, bu oldu birinci sual. İkinci suala baxaq. İkinci sualda elektrostatikaya aid bir sualdır. Bir ciz elektrostatik sahənin 1 və 2 nöqtələrində sahənin potensialı fi və müsbət yüklü zərrəciyə saha tərəfindən təsir edən F qüvvəsi hansı ifadələrlə doğru göstərilib. Yəni burada müsbət zərrəcik var, uşaqlar, müsbət zərrəcik var. Elektrik sahəsi, birinci elektrik sahəsi müsbət platadan mənfi plataya doğru yönəlir və birinci elektrik sahəsinin bütün nöqtələrində elektrik sahəsinin qiymətləri bərabər olur. Deməli, buradan elektrik qüvvəsi bərabər olacaq Q vurulsun E-yə. Yükün qiyməti sabitdir, elektrik sahəsinin də qiyməti sabitdir. Deməli, burada elektrik yönünə təsir edən qüvvələr bərabər olacaq. Yəni, üçüncü doğru cavabdır. Bəs potensialı necə biləcəm? Potensial, elektrik potensialı, sahənin potensialı müsbət plataya yaxın olan hissələrdə daha böyük olacaq. Mənfi plataya gedən hissələrdə isə potensialın qiyməti azalır. Yəni, potensiallar fərqi bərabər olur. E vurulsun delta x-ə. Yəni, müsbət platadan uzaqlaşdıqca, delta x artdıqca, potensiallar məsafə artdıqca mənim burada potensialım aşağı düşəcək. Müsbətə yaxın olan hissədə potensial böyük olur, yəni fi1 böyük olacaq. Burada fi1 böyük olacaq fi2-dən. Bəs 1-dən 2-yə getdikcə digər kəmiyyətlər necə dəyişər? Məsəl üçün, mən 1-dən 2-yə gedirəmsə, sürətim 1-dən 2-yə yönəlibdir, düzdür? Həmçinin bura müsbət yüklü zərrəcik olduğuna görə sağdakı mənfi plata bu müsbət yüklü zərrəciyi F qüvvəsinin özünə dartır, mənfi müsbətə özünə dartır. Sürətlə qüvvə eyni istiqamətdə olduğuna görə burada hərəkət, yeniləşən hərəkət olacaq, sürət artacaq, impuls artacaq, kinetik enerji artacaq. Sahəyə başqa qüvvə təsir etmədiyi üçün tam enerji saxlanmasından potensial enerji aşağı düşəcək. Kinetik artdığına görə məndə burada sahənin işi də müsbət olacaq. Bu da digər kəmiyyətlərin dəyişməsidir. Yəni mənim əsas sualımın cavabı olur 3-4. Mən çalışacağam ki, ümumi geniş şəkildə izah verim sizə. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilir. Həcminin temperaturdan asılı qrafiki qaz 1 alından 2 alına keçdikdə onun təzyiqi və qaz molekullarının konsentrasiyası necə dəyişər? Qaz molekullarının konsentrasiyası N böl V-dir. Molekulların sayı izah edilmiş sistemdə sabit qalır. 1-dən 2-yə keçdikdə, yəni qrafik yuxarı doğru yönəldiyi üçün V oxu üzərində artma qeydə alınır və artdıqda konsentrasiya tərs mütənasib olduğuna görə azalacaq. Konsentrasiya azalır. Bəs təzyiq? Təzyiqi mən məsləhət görərdim ki, PV bərabərdir nu RT formulundan çıxardaq. Deməli, şu olar, ümumi halda, əgər mənə Klaperan tənliyində V və T-nin qrafikini fikir versəz,
P'nin sabit olduğu halda versəydi, hani P sabitdirsə, onda V nə qədər artırsa, temperatur da o qədər artacaq riyazi olaraq. Yəni qrafik təxminən baxın sıfırdan keçən belə bir y bərabərdir kx funksiyası ilə eyni olacaqdır. Bu o deməkdir ki, buradakı bu qrafikdə bütün nöqtələrdə mənim təzyiqim konstantdır. Yəni mən buradan belə bir xətt keçirsəm, buradan belə bir xətt keçirsəm, bu xəttin üzərində olan bütün nöqtələrdə təzyiq eyni olacaq, ekvivalent olacaq. Yəni mən iki nöqtəsinin və bu nöqtənin təzyiqi ilə iki nöqtəsi təxminən elə elədim ki, bu qrafik mənim 1-2 xəttimdən keçsin də. Yəni iki nöqtəsinin təzyiqi ilə iki nöqtəsini paralel gətirib bura köçürdə bilərəm də, sürüşdürə bilərəm. Yəni buradakı iki nöqtəsinin təzyiqi ilə buradakı iki nöqtəsinin təzyiqi eynidir. Elə elədim ki, 2 ilə 1-in uşaqlar həcmləri eyni olsun. Baxın, həcmləri eyniləşdirdim. Nəyə görə həcmləri eyniləşdirdim? Rahat olsun deyə. Artıq P bərabərdir nöqtəyə əsasən. 1 ilə 2 nöqtəsinin həcmləri eynidir. Həcmlər eyni, növ eyni, eyni. Fikir versəniz, 1-in temperaturu daha çoxdur, düzdür? 1-də olan temperatur 2-dən olan temperaturdan daha çox olacaq. Yəni bu qrafikdən gördüyüm o əslində həcmlərin eyni olduğu vaxtda 1-in temperaturu daha çoxdur. Yəni 1-dən 2-yə getdikdə 1-dən 2-yə getdikdə temperatur azalır əslində. Geriyə doğru gedəcəm axı. 2-dən 1-ə getdiksə isə temperatur artır. Yəni mən artıq fikir verin, öz köçürtdüyüm qrafikə baxıram. Uşaqlar diqqətli olun. Yəni həcmin eyni olduğu qrafikə. Bir kəmiyyəti sabit götürdüyüm ki, rahat olsun. Yəni 2-dən 1-ə getdikdə temperatur artır, temperatur artırsa təzyiq artır. Mən artıq tapdım. Yəni 2-dən 1-ə getdikdə təzyiq artırsa, 1-in təzyiqi 2-cinin təzyiqindən daha böyükdür. Yəni bizim qrafikdə fikir verin, 1-dən 2-yə doğru xətt çəkir, deməli burada təzyiq azalar. Azalar, azalar. Cavab olar variantı. Üçüncü sualın həlli bu cür oldu. Dördüncü suala baxaq uşaqlar. Bir cins tir 1 və 2 dayaqları üzərində tarazlıqdadır. Dayaqların reaksiya qüvvələrinin nisbətini tapın. Bunlar bir cins tir olduğuna görə bunun bir kütləsi var. Kütləsi də kütləsindən dolayı təsir edən ağırlıq qüvvəsi tam kütlə mərkəzindən aşağı doğru olacaq. 6 dənə mənim burada bölgüm var. 1, 2, 3, 4, 5, 6. Kütlə mərkəzi tam ortadan olacaq. Aşağıya doğru bir mg. Üçüncü damadı. N1 reaksiya qüvvəsi buradadır, N2 reaksiya qüvvəsi buradadır. Uşaqlar, mən momentlər ala bilərəm burada. İstədiyim nöqtəyə görə mən mg-nin təsir etdiyi nöqtəyə görə moment alıram. Çünki mən bilirəm ki, mg-nin bu nöqtəyə görə momenti sıfıra bərabər olacaq. Çünki qüvvənin özünün uzantısı verilmiş nöqtədən keçirsə, o qüvvənin momenti sıfır olur. Niyə mg-nin momentini sıfır elədim? Çünki mg haqqında bir məlumatım yoxdur. Deməli, N1 ilə N2-nin bu nöqtəyə görə momentini tapsam, N1 vurulsun, qüvvə qolu nə qədərdir? N1-in qüvvə qolu 3'tür. Düzdür. N1 vurulsun 3. Bərabərdir N2'nin qüvvə momenti. Çünki N1 ilə N2 çubuğu sağ təqrəbi və sağ təqrəbinin əksinə fırladacaq deyə mən həmin momentləri bərabərləyirəm tarazlıq şərti üçün. N2'nin momenti olacaq N2 vurulsun 1. Buradan uşaqlar N2 bölünsün N1 üçün mən 3 bölünsün 1 nisbətini alıram. Cavab oldu 3 bölünsün 1. Yəni 3. Bu oldu 4-cü sual. 5-ci suala baxaq uşaqlar. Nisbi rütubətə aid bir sualdır. Deməli, 1 və 2 otaqlarında psixrometrlərin, termometrlərinin göstərişləri və təsvir edilib. Otaqların temperaturları T və otaqlardakı nisbi rütubətləri mənim üçün müqayisə eləməyimizi istəyir. Uşaqlar, otaqların temperaturları quru termometrlə ölçülür. Burada quru termometrlərin göstərişini görürsünüz siz. Deməli, birinci quru termometr 28 dərəcə ölçüb, ikinci quru termometr 25 dərəcə. Yəni birinci otağın dərəcəsi istiliyi ikincidən daha çox olur. T1 bölü T2-dən. Otaqların nisbi rütubəti haqqında nə deyə bilərik? Termometrlərin fərqinə baxın hər zaman. Termometrlərin fərqi böyük olarsa, deməli nisbi rütubət otaqda az olub. Bunu necə bilirəm mən? Yəni termometrlərinin göstərişi məsəl üçün birincidə termometrlərin fərqi 8 dərəcədir, ikincidə isə termometrlərin göstərişi 5 dərəcədir. Bu məlum məsələdir ki, 8 dərəcədə nisbi rütubət daha az olub. Səbəb niyə? Termometrlərin göstərişinin azalması üçün yaş termometrdə uşaqlar buxarlama hadisəsi baş verir. Çünki buxarlama olduqda isti molekullar, daha enerjisi çox olan molekullar maini tərk elədikdə mayenin enerjisi azalır. Ona görə termometrin göstərişi başlayır aşağı düşməyə. Ona görə fərq böyüyür. Bəs bu mayenin buxarlanması nəyə görə baş verir? Üstdəki buxarın, yəni adi su buxarının sıxlığı az olduğuna görə, yəni nisbi rütubəti az olduğuna görə bu maye çalışır ki, onu kompensə eləsin. Ona görə deməli üstdəki su buxarı az olub ki, onu su buxarına tarazlığa gətirmək üçün altdakı maye buxarlanıb və enerji itirib. Ona görə də maye temperaturlarının fərqi çox olduqda su buxarının rütubəti az olur. Deməli, birincidə 8 dərəcə olduqda nisbi rütubət daha azdır. Yəni, F2 böyükdür, F1 olacaq. T1 də böyükdür, T2. Uyğun olaraq ekvivalent cavabı seçməyiniz tələb ediləcək. 5 oldu bu cür.
Altıncı sual. Sabit temperaturda. Aha. Yəni izotermik prosesdə verilmiş kütləli bir atom ideal qazın həcmini 2 dəfə artırdıqda daxili enerjisi necə dəyişər? Uşaqlar, daxili enerjinin dəyişməsi delta U bərabər 3 bölünsün 2 nu r delta T olacaq. Yəni daxili enerjini dəyişmək istəyirsənsə temperaturu dəyişdirməlisən. Sabit temperaturda isə daxili enerji dəyişməz. Cavab olacaq dəyişməz. 7-ci suala baxaq. 7-ci sual deyilir ki, sıxlığı, yəni sıxlığı rho cisim mayenin sıxlığından böyük olan cismi mayeye batırdıqda onun mayedəki çəkisinin cismin batan hissəsinin həcmindən asılı qrafikini müəyyən edin. Uşaqlar, təsəvvür edin ki, bir cisim var, mayenin sıxlığından daha böyükdür. Bu cismin çəkisini bilmək üçün bu cismin aşağısına bir tərəzi qoyaq. Belə bir cisim olsun. Yavaş-yavaş bu cismi mayeye batırmağa çalışaq uşaqlar. Burada bir mayemiz var, tutaq ki, fərz edin. Normal halda bu cismi mayeye batırmamışdan əvvəl cismin aşağıya doğru mc ağırlıq qüvvəsi var, yuxarı doğru olan reaksiya qüvvəsi elə həmin mc ağırlıq qüvvəsinə bərabər olacaq. Reaksiya qüvvəsi də riyazi olaraq çəkini bildirir. Yəni birinci halda cismin çəkisi olacaq mc. Cisim suya batdığı halda cismi aşağıya doğru mc ağırlıq qüvvəsi təsir edir. Yuxarı doğru Arximet qüvvəsi təsir edir. İndi ümumi halda mən bu şəkli bir dəfə də buradan daha səliqəli çəksəm, mc ağırlıq qüvvəsi aşağıya, F Arximet qüvvəsi yuxarıya və dayağın reaksiya qüvvəsi, yəni tərəzinin reaksiya qüvvəsi də yuxarı olacaq. İndi reaksiya üstəgəl F Arximet, yuxarı olanların vektorial cəmi bərabərdir aşağıdakı mc-yə. Ədədi qiymətlərinin cəmi. Qüvvə tənliyinə görə reaksiya buradan bərabər olacaq mc çıxılsın F Arximet. Uşaqlar, bu cisim mayeye batdığı halda mc ağırlıq qüvvəsi dəyişməsə də mc çıxılsın F Arximetin əvəzinə rho maye V batan J yazsaq, batan hissənin həcmi artdığına görə Arximet qüvvəsi artar, deməli reaksiya qüvvəsi azalır. Deməli çəki azalacaq burada. Necə azalacaq? Çəki batan hissənin həcmi ilə xətti olaraq tərs mexanizmasıdır. Deməli, çəki yavaş-yavaş düşəcək. Fikir verin, xətti olaraq müəyyən bir qiymətdən başlayıb düşən bir qrafik buradadır. Uşaqlar, cisim tam mayenin içərisinə girdikdə artıq cismin batan hissəsinin həcmi ilə cismin özünün həcminə bərabər olduğuna görə ondan sonra cismin artıq çəkisi, yəni burada tərəzi olsa cismin çəkisi dəyişməyəcək. Ta ki cisim suyun dibinə dəyənə qədər, ondan sonra da cismin çəkisi ilə mc çıxılsın rho cisim vurulsun Romaya vurulsun J ilə götürüləcək. Yəni sabit olacaq artıq bundan sonra cismin çəkisi. Qurtardı, getdi. Bu oldu 7-ci sual. 8-ci suala baxaq. Hansı ifadələr doğrudur? Bir cins, bir saniyə uşaqlar. Bir cins maqnit sahəsində induksiya xəttlərinə perpendikulyar daxil olan protonun sürətini 2 dəfə artırdıqda. Proton əgər sahəyə perpendikulyar daxil olursa, burada Lorentz qüvvəsi maksimal olacaq və bu proton çevrə üzrə bərabər sürətlə gedəcək. Deməli, QVB-ni mərkəzdən qaçma qüvvəsini mv kvadrat böl r-ə bərabər eləyəcəm. Buradan uşaqlar radius üçün alaram mv bölünsün qb. Periyod üçün alaram t bərabərdir 2pm bölünsün qb. Bu formulları biz isbat etmişik dərslərimizdə. Periyodu 2 dəfə azalar. Uşaqlar, periyod sürətdən asılı deyil. Periyodu dəyişməz. Mərkəzdən qaçma təcili 2 dəfə artar. Mərkəzdən qaçma təcili burada aslında bu a-ya bərabərdir buradan. Yəni qvb bərabərdir ma yazsam, sürəti 2 dəfə artırdıqda mərkəzdən qaçma təcili 2 dəfə artar. Okey. Çevrənin cızığı radiusu dəyişərmi? Sürət 2 dəfə artsa, radiusu da 2 dəfə artar. Okey. 2, 3, 5. Oldu 8. Növbəti sual. Uyğun düzlərdən istifadə edərək rəqs konturunda rəqsi hərəkətdən gedir burada söhbət. Elektrik yükün amplitudunun sabit qiymətində. Cəryan şiddətinin amplitud qiymətinin müstəvi kondensatorun köynəkləri arasındakı məsafədən asılı qrafikini çəkin. Burada rəqs konturunda cəryan şiddətinin maksimal qiymətinin yükün maksimal qiymətinə asılı qrafiki İN bərabərdir omega QM ilə hesablanır. Bunun da çıxarılışı çox sadədir. Tutaq ki, Q-nin rəqsi hərəkətdə dəyişmə tənliyi QM sinus omega T olsa, cəryan şiddətini tapmaq üçün Q-dən birinci tərtib teoremi alarsınız. Yəni Q-dən birinci tərtib teoremi aldıqda, yəni bu ifadənin teoremi aldıqda QM qalır yerində. Sinusun teoreməsi kosinus omega T olacaq. Bir də içəridəki omega T-nin özünün teoreməsində olanda omega gəlir qabağa. Yəni omega bura gələcək qabağa. Bu gördüyünüz ifadə omega QM cəryan şiddətinin maksimal qiymətidir. Yəni IN bərabər olacaq omega QM. Buradan sonra omeqanı necə ifadə edə bilərəm? Omeqanı tapmaq üçün mən omega bərabərdir. Rəqs hərəkətdə 1 böl kök altında LC formulunu bilməliyəm. Bu formulu yazıram. Yəni buradan alacağım mən QM bölünsün kök altında LC. L vurulsun kondensatorun tutumunun əvəzinə. Burada məsafə deyir. Yəni tutumun düsturu epsilon 0 S bölünsün D yazacağım. Bölünsün D olduqda uşaqlar bölmə olduqda kəsrin qaydasına görə bölmə yuxarı qalxacaq. Yəni burada kökdə də yuxarıda olacaq. Cəryan şiddətinin D-dən asılı qrafiki uşaqlar necə olacaq? Cəryan şiddətinin D-dən asılı qrafiki tərs mütənasiblik baxın bu cür bir qrafik olacaq. Yəni maksimal qiymətini. Bu da oldu bu qədər uşaqlar. Yəni böl D-ni mən yuxarı qaldırdım sadəcə. Bu oldu 9-cu sual.
10-cu sualda nə deyilir uşaqlar? Bir diski üzərində bir saniyə uşaqlar. Deməli, burada bir disk üzərində olan bir nöqtəsinin mərkəzə qaçma təcili A olarsa, iki diskin üçüncü nöqtəsində o mərkəzə qaçma təcilini tapın. 1 və 2 disklərini birinci müqayisə eləyək. 1 və 2 diskləri bir-birinə müəyyən bir zəncirlə bağlanıblar. Belə olduqda zəncirin olduğu eyni bir zəncirin bağlandığı, toxunduğu nöqtələrin sürətləri eyni olacaq. Yəni birin sürəti ilə ikincinin sürətinə 1v deyə bilərəm. İkisinin də sürəti eynidir. Birincinin mərkəzdə qaçma təcili üçün yazıram. A bərabərdir v kvadratı bölünsün r. Çünki birincinin radiusuna r deyib. İkinci üçün yazıram A2 bərabərdir. İkincinin sürəti də eynidir. 1 ilə 2 toxunur eyni zəncirlə bir-birinə. V kvadratı bölünsün. İkincinin radiusuna 2r deyiblər. Burada 2r yazıram. Uşaqlar v kvadrat böl r-ə a deyiblər burada. Yəni buradan v kvadrat böl r-ə a desəm, bunda A2 bərabər olacaq a bölünsün 2. İndi uşaqlar, bu 2 ilə 3-ü müqayisə etsəz, 2 ilə 3 eyni disk üzərində olduğuna görə bunların bucaq sürətləri, periodları və tezlikləri bərabər olacaq. Onda təcil üçün A bərabərdir omega kvadrat R-dən yola çıxmalıyım. Yəni, bu düsturdan. 2 nöqtəsi üçün yazsam, 2-nin təcilini A bölü 2 demişəm. A bölü 2 bərabərdir omega kvadrat vurulsun. İkincinin radiusu 2R-dir. Düzdür, vurulsun 2R. Uşaqlar, üçüncü üçün A3 bərabərdir yazacağım. Omega kvadrat eyni bucaq sürəti vurulsun. Radiusu üçüncünün R-dir. Omega kvadrat vur R. Deməli, uşaqlar, mənə buradan omega kvadrat R lazımdır. Buradakı 2-ni məxrəcə salsam, A bölü 4 bərabərdir omega kvadrat R olacaq. Yəni, omega kvadrat vur R, A bölünsün 4-ə bərabərdir. Cavab olur A bölünsün 4. 10-cu sualda bu cür qurtardı. 11-ci sual. Yerdəşmə istiqamətində təsir edən sabit əvəzləyici qüvvənin təsiri altında cismin kinetik enerjisinin onun yerdəşməsindən asılı qrafikini çəkin bir. Uşaqlar, bu mənim cismim olsun. Mən bir F qüvvəsi ilə dartıram bu cismi. Yerdəyişmə istiqamətində olduğuna görə burada bərabər yeniləşən hərəkət olur və əvəzləyici qüvvə müsbət iş görür. Əvəzləyici qüvvənin gördüyü işi mən F vurulsun S yaza bilərəm əlbəttə ki. Bu oldu əvəzləyici qüvvənin gördüyü iş. Əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin müsbət dəyişməsinə bərabərdir. Yəni iş bərabərdir kinetik enerjinin dəyişməsi. İndi mən buradan A bərabərdir. Son kinetik enerji çıxılsın, başlanğıc kinetik enerji yazacağım. Son kinetik enerji bərabərdir. Başlanğıc kinetik enerji üstəgəl iş, yəni bu istiqamətdə gedir. İşin əvəzinə də F vurulsun S yazıram. Uşaqlar, göründüyü kimi son kinetik enerji S ilə düz mütənasib asılıdır və F-i də sabit verib. Düz mütənasib asılı olacaq, amma S sıfır olduqda, yəni başlanğıc halda müəyyən kinetik enerji varsa, onda bir qiymətdən başlayıb bu cür yuxarı qalxacaq. Əgər başlanğıc qiymət varsa, cavab olur E variantı. 12-ci suala baxaq. Deyilir ki, R radiuslu R olan elastiki çubuqdan M kütləli yük asdıqda onun nisbi uzanması epsilon olarsa, çubuğun materialı üçün yük modulu hansı ifadələrlə təyin edilir? Bir cisimdən mən müəyyən bir kütləli yük asıramsa, yükün aşağı doğru mc ağırlıq kütləsi olur. Bu materialda da əks istiqamətdə cover delta L deməli nə olacaq? Əzəb türentlər. Elastiklik qüvvəsi. Yəni bu iki qüvvə bərabərləşəcək. K delta L bərabərdir mc yazacağım. K əvəzinə SY bölünsün L0 vur delta L yazacağım. Bərabərdir mc. Buradan uşaqlar, delta L böl L0 məndə nisbi uzamanı verəcək. Yəni SY vurulsun epsilon bərabərdir mc yazacağım. Uşaqlar, L radiuslu elastiki çubuq deyil. Yəni bunun radiusu silindrik, ən kəsi silindrik şəkildə olsa, onda bu S sahə olacaq PR kvadrat vurulsun epsilon vurulsun E də var uşaqlar. E-ni də buradan yazım. Bərabər olacaq mc-yə. Mən buradan yük modulunu tapmaq istəsəm, mc-ni pi kvadrat vurulsun epsilona böləcəm. Yəni mc bölünsün epsilon pi kvadrat. Cavab olacaq B variantı. Bu artıq riyazi olaraq tapılacaq bir şeydir. 13-cü sual. Tutumu 4 mikrofarad olan müstəvi hava kondensatorunun gərginliyi 20 volt olarsa, lövhələr arasında fəzanın dielektrik nüfuzluğu 3 olan dielektriklə doldurulduğunda yük necə dəyişər? Birinci halda yük uşaqlar Q bərabərdir SU ilə hesablanır. 4-ü 20-yə vurduqda buradan alacağım 80 mikrokulon. Mikrokulon yük. İndi uşaqlar, mən dielektrik nüfuzluğunu artırsam nə dəyişəcək? Q bərabərdir SU yazsam, sabit gərginlik məməyinə qoşulmuşam, U sabitdir. C üçün yazıram epsilon 0 S bölünsün D, vurulsun gərginlik. Uşaqlar, dielektrik nüfuzluğu ilə doldurduqda epsilon artır. Epsilon 3 dəfə artırsa, yük 3 dəfə artacaq, düzdür. Yükün əvvəlki qiyməti 80-dir, yükün 3 dəfə artırsa, yükün son qiyməti bərabər olacaq 240 mikrokulon, düzdürmü? Nə qədər dəyişib burada? 80-dən 240-a 160 mikrokulon dəyişmə var artıq burada. Cavab olacaq 160. Yəni 3 dəfə artmaq. 13-cü sual bu cür oldu. Dielektrik nüfuzla doldurulur yazmışdı. 14-cü sual. Bir saniyə abituriyentlər. 14. Aktiv müqaməti 8 ohm olan rezistor induktivliyi 22.
mH, sarğac və tutumu 400 mikrofarad olan kondensator ardıcıl birləşdirilərək dairəvi tezliyi bu qədər olan 500 saniyə üstü -1 olan dəyişən cərəyan dövrəsinə qoşulub tam müqaviməti tapın. 3 deməli aktiv müqavimət, induktiv sarğac və tutum eyni bir mənbəyə qoşulduqda, yəni dəyişən cərəyan mənbəyinə qoşulduqda, burada uşaqlar ümumi müqaviməti impedans müqaviməti deyilir və bu müqaviməti bu formula isbat edirlər. R kvadrat üstəgəl XL çıxılsın XC kvadratı. Biz bu formulu belə dərslərimizdə isbat eləmişik. Əslində çətindir bu formulu isbat eləmək. R kvadratı, artıq bundan sonrası riyazi işləmdir. Sadəcə XL-i tapmağın yolunu deyim. Yəni burada R kvadratı üstəgəl XL üçün yazacağıq omega L çıxılsın XC üçün yazacağıq tutum müqaviməti üçün. 1 böl omega C-nin kvadratı. Burada riyazi ifadələri qoyacaqsınız. Hər bir kəmiyyətin qiyməti var artıq sizdə. Bu da oldu 14-cü sualımızda. 15-ci suala baxaq. 15-ci sualda nə deyilir? Joule vurulsun ohm bölünsün Weber hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Uşaqlar, burada joule var, burada Weber, burada ohm. Joule işin vahididir. Yəni burada iş var 100%. Ohm müqavimətdir. Bir müqavimət yazacağım. Weber də maqnit-seldir. Burada bir fi yazım. Uşaqlar, enerji ilə fi arasında bir formul var əslində. Enerji bərabərdir. Fi I bölünsün 2 yaza bilərəm. Çünki məndə fi var sadəcə. Amma fi I bölünsün 2 yazdım. Enerji fi I bölünsün 2 yazacağım. Burada bir R var, burada fi var. Çox rahatlıqla mən enerji arasında fi əlaqəsini tapdım. Filər ixtisar gedir, qalır IR. IR. Rəqəmlərlə mənim işim yoxdur, çünki vahid tapıram. IR nəyin vahididir? IR gərginlikdir. Yəni potensiallar fərqi. Cavab olur D variantı. Deməli, uşaqlar, 16-cı suala baxaq. 16-cı sualda nə qeyd edilir? Deyilir ki, müqavimətləri R, 2R və 3R olan rezistorlarda cərəyan şiddətləri arasındakı münasibət. İndi burada uşaqlar dövrəni mən ekvivalent çəksəm, müsbət yükdən cərəyan şiddəti başlayır. R2-dən keçir uşaqlar. R2-dən keçir, sonra gəlir bir nöqtədən sonra iki hissəyə ayrılır. Deməli, bir nöqtədən sonra paralel qoşulma var və bir hissəsi R1-dən, digər hissəsi isə R3-dən keçəcək uşaqlar cərəyan şiddətinin. R1-in müqavimətinə R deyiblər, R3-ün müqavimətinə 3R deyiblər uşaqlar. Demək uşaqlar, I2-dən keçən, R2-dən keçənə I2 deyirəm, yuxarıdan keçənə I1, aşağıdan keçənə I3 deyirəm uşaqlar. Buradan məlumdur ki, I2 gəlir, 2 hissəyə bölünür. Yəni I2 bərabərdir I1 plus I3 olacaq. Deməli, I2 cərəyan şiddəti həm I1-dən, həm I3-dən böyükdür. Çünki bu ikisinin cəmi I2-ni verir mənə. I2 böyükdür bu iki kəmiyyətdən. I1 ilə I3 isə bir-birinə paralel qoşulub. Buradan gərginliklər bərabərdir uşaqlar. Gərginlik bərabərdirsə I bərabərdir U böl R yazsam, gərginlik bərabərdirsə cərəyan şiddəti müqavimətlə tərs asıdır. Yəni müqaviməti böyük olanın cərəyan şiddəti az olar, düzdürmü? Yəni I3-ün müqaviməti böyükdür, deməli I3-ün cərəyan şiddəti azdır. Deməli I1 böyükdür I3-dən, bunlar hər ikisi I2-dən kiçik olacaq. Bu oldu 16. Keçək uşaqlar 17-yə, görək 17-də nə var? Yer səthinə şaqili yuxarı atılmış cismin sürətinin zamandan asılı qrafikinə əsasən maksimal qalxma hündürlüyünü hesablayın. Müəyyən bir sürətlə atılıb, başlanğıc sürətlə V0 yazıram. Yavaşlayan hərəkət olacaq yuxarı atıldığı üçün, çünki sürət yuxarıdır, sərbəst uçma təcili aşağıdır. V bərabərdir V0 çıxılsın JT yazacağım. Mənim burada başlanğıc sürətimi bilmirəm, amma son sürətimi bilirəm. 30-dur. 30 bərabərdir. Başlanğıc sürət çıxılsın J10-dur, T-də 2-dir. Yəni T vurulsun 2. Buradan V0 üçün 20-ni buradan sol tərəfə alsam, 30 üstəgəl 20, 50 alacağım V0 üçün. Maksimal qalxma hündürlüyü H maksimal bərabərdir. V0 kvadrat bölünsün 2J yazacağım. Yəni 50-nin kvadratı 2500 bölünsün 2 vur J. Yəni 2 vur 10. Buradan J'lər ixtisar getdi. Cavabımız olur 125 metr. Maksimal qalxma hündürlüyü var. Bu da qutardı, getdi. Qalxma müddəti isə bərabərdir. V0 bölünsün J ilə tapardıq. Yəni əgər istəsəydik. Deməli, uşaqlar 18-ci sual açar sözlərlə bağlı sualdır. Deməli, bu suala baxaq. Deyilir ki, işığın təsiri ilə maddədən elektronların qopması fotoeffekt hadisəsi adlanır. Buraya yazıram 5. Deməli, nəyinsə maksimal kinetik enerjisi düşən işığın, maksimal kinetik enerji düşən işığın xətti asılı, tezliyi ilə xətti asılıdır. Burada 4 olur. Burada bəs nəyin maksimal kinetik enerjisi? Fotoelektronların. Yəni, bura olur 2. Düşən işığın tezliyi ilə xətti asılı olur. Çünki düşən işığın H enerjisi bərabərdir çıxış işi plus çıxan elektronların kinetik enerjisi. Kinetik enerji düşən işığın enerjisi ilə düz mütənasibdir, yəni tezliklə düz mütənasib olur. Amma intensivliklə asılı olmayacaq, yəni intensivlikdən asılı deyil. Amma fotocəryan, burada maksimal doyma qiyməti fotocəryana aiddir. Yəni fotocəryan isə düşən işığın intensivliyindən düz mütənasib. Daha sonra xətti olaraq asılı olacaq.
Yəni nə qədər çox foton göndərərsəm, o qədər çox elektron ayrılacaq, yəni cərəyan şiddəti artacaq. Bu da I bərabərdir Q bölünsün T-yə görə. Yəni Q-ün də əvəzinə N vur E bölünsün T yazırlar. Bu oldu bu cür. 18-ci suala baxaq. 18-ci sualda deyir ki, sərtliyi 8 vur 10 üstü 3 olan yay 6 sm sıxılaraq iplə bağlanmış və üzərinə bu qədər kiloqram kütləli cisim qoyulub. İpi kəsdikdə cisim hansı maksimal hündürlüyə qalxar? Əvvəlcə ip buradadır uşaqlar. Baxın, belə bir hesablama sistemi götürürəm. Yəni C nöqtəsini. Bu nöqtəyə nəzərən və bu çəkdiyim xəttə nəzərən görək hansı enerjilər var birinci halda. Birinci halda cisim dayanıb, kinetiki sıfırdır. Bu xəttə nəzərən, bu çəkdiyim xəttə yerə yox da bu xəttə nəzərən potensial enerji sıfırdır. Çünki onun üzərindədir bu cisim. Amma yayın özünün potensial enerjisi var. Yəni Kx kvadrat 2 potensial enerjisi var burada. Çünki məndə sərtlik verilib və nə qədər sıxıldığı da verilib. Bunu metrə çevirməlisiniz imtahanda 0,06 yazın. Bu qədər enerjim var. Bu yayı kəsdikdən sonra, ipi kəsdikdən sonra bu yay boşalır. Yəni sıxılma artıq olmur və müəyyən fikir verin, burada seçdiyim A xəttinə hesablama nöqtəsinə görə h qədər maksimal hündürlüyə qalxıb bu cisim. Maksimal hündürlükdə də cismin son sürəti yenə sıfırdır. Deməli, yenə kinetik enerji sıfırdır. H qədər hündürlükdə də enerjim olacaq mgh. Yəni, əvvəlki enerji kx kvadrat bölü 2 bərabər olur son enerji, enerjinin saxlanmasına görə. Yəni, mgh maksı. Qutarda getdi uşaqlar, əlimizdə olan bütün kəmiyyətlərin qiyməti var və siz çox rahatlıqla h-ı tapa biləcəksiniz. Və növbəti suala baxıram. Deyilir ki, yaya birinci cisim bağlandıqda rəqs periodu T1 olur, ikinci cisim bağlandıqda rəqs periodu T2 olur. Kütləsi bu cisimlərin kütlələrin cəminə bərabər olan cismi həmin yaya bağladıqda rəqs periodu nə olar? Uşaqlar, yaya bir cisim bağladıqda yay başlayır rəqsi hərəkət eləməyə. Yay tarazlıq vəziyyətindən xm qədər uzaqlaşdıqda bu yaya kxm qədər elastiklik qüvvəsi təsir edir və bu qüvvə əvəzdəki qüvvəyə bərabər olur. Yəni, m aya. A-nın da qiyməti uşaqlar, A-nın da maksimal qiyməti olur omega kvadrat xm. Yəni A-nın əvəzinə omega kvadrat xm yazdıqda, buradakı x-ləmlər ixtisar gedir. Omega üçün alıram mən k bölünsün m kök altında. Periyod üçün də 2pi bölünsün omegadan alacağım 2pi m bölünsün k. Yəni periyodun formulu bu cür tapılır. İndi birinci halda periyodu yazıram T1 bərabərdir 2pi. Birinci halda kütləyə m1 desəm yazacağım m1 böl k. Sərtlik eyni qalacaq. İkinci halda deyəcəm T2 bərabərdir 2pi M2 bölünsün K. Yəni, eyni sərtlikli yaydan asılıb. Üçüncü halda deyilir ki, bu cisimlərin kütlələrin cəminə bərabər olan, yəni 2pi M1 üstəgəl M2 bölünsün K yazacağım artıq. Deməli, məndə burada M1 ilə M2 yoxdur. Onları T1, T2 ilə əvəz eləməliyim. Yəni, bu M1 ilə M2-ni tapmaq üçün bu gördüyünüz ifadələri bir dəfə kvadrata yüksəltsəz, alacağıq nə? T1 kvadrat bərabərdir. Sonra hər tərəfi 2pi-nin kvadratına bölsəz, ya da belə yazaq, rahat olsun deyə. 2pi kvadratı vurulsun m1-in, deməli uşaqlar, m1-in özü bölünsün k. Düzdürmü? Köklə kvadrat yoxa çıxır. Bölünsün k-nı da bura vururam uşaqlar. Nə alıram? M1 üçün alıram. M1 bərabərdir T1-in kvadratı k. 2pi kvadratına da bölürsəm 2pi kvadratı da aşağı düşür. Düzdürmü? Yəni M1 üçün bunu aldımsa eyni üsulla M2 üçün də alıram. T2-nin kvadratı k bölünsün 2pi-nin kvadratı. Uşaqlar, sadəcə riyaziyyatdır bu. Yəni, riyazi uzundur deyə, sual çətindir deyə sualdan tez də imtina eləməyin. Bəzi uşaqlar sualın biraz həlini çox gördükdə bu çətindir, bunu eləyə bilmərək deyə tez iradəsi zəiflik edib geri çəkilirlər. Qətiyyən elə bir şeyə ehtiyac yoxdur. Bu fizikada ədəbiyyat deyil ki, şifahi bir şeyi tez əldə eləyəsiniz. Yeri gəlmişkən, ədəbiyyat da çox geniş bir elmdir. Yəni, bunun sadəcə mən çətinliyini müqayisə eləmək üçün deyirəm. Yəni, cəld etməyin həyatda heç bir işi. M1 ilə M2-ni burada cəmləsəz uşaqlar, yəni T1-in kvadratı k bölünsün 2pi kvadrat aşağıdadır. Üstə gəl T2-nin kvadratı k, yəni 2pi kvadrat aşağıdadır. Baxın, kütlələri burada cəmlədim. Amma aşağıda bir dənə k var, düzdürmü? Yəni, bu ifadəni sən 1 böl k-ya da vurmalısan kökün altında. Baxın, buradan k-lar ixtisar getdimi? 2pi kvadratı ortaqdır burada. Onu da çölə çıxartsaz əgər, yəni kvadratı silsəz, 2pi-lər ixtisar gedəcək, düzdürmü? Yəni içəridə ancaq nə qalacaq? Kökün altında T1-in kvadratı, üstəgəl T2-nin kvadratı, əziz şagirdlər. Yəni sadəcə riyaziyyat elədim mən burada. Sadəcə üstə fizikası da görünsün deyə düsturu isbat elədim sizin üçün. Bu oldu sınaq 2-nin geniş və ətraflı şəkildə izahı. Əziz abituriyentlər, yüksək bal toplamaq istəyirsinizsə və gələcəkdə fizikanı daha doğru anlamaq istəyirsinizsə, hər bir sualın izahına detaylı baxın, anlamadığınızı şərh bölməsində soruşun. Abunə olmağı unutmayın və belə çəkilişlərin davamını istəyirsinizsə, əyani çəkilişləri istəyirsinizsə, abunə olun və ətrafınızda belə videoları yayın. Özünüzə yaxşı baxın, əsas budur, əsas sağlamlıqdır.
Hələlik inşallah gələn görüşlərdə görüşərik.